Salam dostlar, Azərbaycan milli komandası yenə də uduzdu. Yoldaşlıq görüşündə Haitiyə və Belarusa məğlub oldu. Hansı Haiti ki, onun bütün xərclərini affa çəkmişdi, elə Belarusiyada olsun, bütün xərclərini affa çəkmişdi. Bildiyiniz kimi yoldaşlıq görüşlərində komanda tapa bilmir affa, artıq bütün xərcləri özü boynuna götürür ki, heç olmasa milli komandalar deməli gəlsinlər, burada oynasınlar Azərbaycan milli komandası ilə. Və Azərbaycan milli komandasında da oyun deyilən bir şey yoxdur. Azərbaycan milli komandasında ümumiyyətlə, yəni futbol anlayışı yoxdur və Santusu nəyə saxlayıblar? Mən Santus haqqında danışanda məni qınayırdılar, amma indi mənimlə razılaşırlar ki, Santusu saxlamaq biabırçılıqdır. Santusu indidən qovmaq lazımdır. Yerli baş məşqçi gəlməlidir. Nə qədər yerli baş məşqçilərimiz var? Olsun Tərlan Əhmədov, Adil Şükürov olsun, digərləri olsun, lap belə Kəpəzli işçinin Azərbağırov olsun, yəni Avtandil olsun, Hacıyev, yəni gəlsinlər Azərbaycan yığmasında çalışsınlar. Rəşad Sadıqov olsun, Qurbanov özü gələrsə dil çəksin komandanı. Bilirsiniz necədir? Milli komandada milli ruh olmalıdır, komandada mübarizə aparmalıdır. Çünki milli komandamız əvvəldən belə güclü çıxışlar eləməyib. Milli ruhun, nə bilim, mübarizənin sayəsində nələrsə xallar qazanmışıq. Bundan sonra da belə olmalıdır. Bilirsiniz necədir? Bəzi futbolçular ümumiyyətlə milli komandaya dırnaqarası yanaşırlar. Bəzi futbolçular ümumiyyətlə bu komandada çıxış eləməyi belə özlərinə fəxr saymırlar və bəzi futbolçular da o qədər maaş alır ki, onların bahalı geyimlərinə, bahalı maşınlarına baxın siz. Yəni o insanlar milli komandada sadəcə gün keçirməyə gəlirlər. Nə bilim hansısa ölkəyə gedək, şəllənək, nə bilim gedək oradan alış-veriş eləyək, gedək oradan şəkillər paylaşaq sosial şəbəkələrdə. Bunun üçün gedirlər. Yəni bu günləri yenə də deyirəm, Rövşən Nəcəf mütləq saatlara getməlidir. Birinci başlamalıdır milli komandadan. Çünki yenə deyirəm ki, Santusu nəyə görə gətirdilər? Beşiktaşdan ayrılanda işləmədiyi müddətdə ona kompensasiya verəcəkdilər. Bu kompensasiyanı verməməkdən ötürü Mislinin yəni rəhbərliyi, şirkətin rəhbərliyi, Dəmirören şirkəti yəni və onların birbaşa yəni səyi nəticəsində, onların birbaşa tapşırığı nəticəsində baş məşqçi gəldi bildiyiniz kimi Beşiktaşdan qovulan və kompensasiya ödəməmək istədilər və bunun üçün də milli komandaya soruşturdular. Nə qədər ki, dünya çempionatında bizi biabırçılıqla, yəni OSEL biabırçılığı necə tarixdə qalıbsa, bu günlərdə həmin o biabırçılığı biz yaşaya bilərik. Bunun üçün yenə də deyirəm, bu biabırçılığı yaşamamaqdan ötürü mütləq surətdə yerli baş məşqçi lazımdır və komandanı tanıyan baş məşqçi lazımdır. Lazım deyil bizə türkiyəli mütəxəssislər. Türkiyəli mütəxəssislər gedib öz ölkəsində işləsinlər. Bizə lazım deyil legioner məşqçilər, bizə lazımdır yerli baş məşqçilər ki, futbolçularla dil tapa bilsinlər. Çünki Azərbaycan futbolçularının bir nömrəli problemi, yəni məşqçi ilə dil tapa bilməməsidir. Fikrimi bildirmək istəyirəm ki, Santos nə qədər ki, gec deyil, qovulmalıdır və AFFA-da islahatlar aparılmalıdır.